Məlum olduğu kimi Azərbaycanda son zamanlarda havalar qeyri-sabit keçir. Günəşli və yağışlı günlər tez-tez bir-birini əvəz eləyir. Bəs yaxın zamanda hava şəraiti necə olacaq? Yağış yoxsa günəş gözlənilir? Gündəm 24 xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti hava haqqında məlumat açıqlayıb. Məlumatda qeyd olunur ki, sabahdan bəzi rayonlarda yağış və qar yağacaq. Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq mayın 6-sına dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısa müddətli daşqın və sel keçəcəyi istisna olunmur.